müxtəlif Azərbaycan televiziyaları, jurnalistlər, deputatlar, müxtəlif ictimai xadimlər başladılar Ramiz Mehdiyevin pis əməllərindən danışmağa, onun dövlətə xəyanətindən, 30 ildir ölkəni talamasından, korrupsiyasından yazmağa başladılar. Hətta siyahılar dərc olunur bəzi kanallarda və bəzi saxta aparıcıların da güya boğazı quruyur, şoka düşür. Bu siyahı, bu boyda mülk, mal sanki dünənə kimi məlum deyildi. Sanki dünənə kimi biz bilmirdik ki, Ramiz Mehdiyev korrupsionerdir. Ramiz Mehdiyev nə işlərlə məşğuldur? Yəni baxın, bu cür ikiyüzlülük, bu cür saxtakarlıq Azərbaycan mediasında, Azərbaycan televiziyasında bu günlərim Ramiz Mehdiyevi tənqid edən deputatlar, eks-deputatlar, bəzi ictimai xadimlər dünənə kimi Ramiz Mehdiyevin kabinetində növbəyə dururdular. Ramiz Mehdiyevə məddaxlıq edirdilər, Ramiz Mehdiyevə yaltaqlanırdılar.